Dünya hazırda yaxın şərqdən gələn dəhşətli xəbərlərlə lərzəyə gəlib. İsrail hərbi qaynaqlarının aylarla davam edən birgə planlaşdırmanın nəticəsi adlandırdığı əməliyyat çərçivəsində ABŞ və İsrail qüvvələri İrana qarşı geniş miqyaslı hava zərbələrinə başlayıb. İsrail tərəfi hədəflərin birbaşa İranın ali rəhbəri, prezidenti və silahlı qüvvələrinin komandanlığı olduğunu bəyan edərək, hücumun miqyasının nə qədər ciddi olduğunu nümayiş etdirib. ABŞ bu əməliyyatın bir neçə gün davam edəcəyini və hədəf dairəsinin daha da genişlənəcəyini planlaşdırır. Bu hücumlar regiondakı onsuz da kövrək olan sabitliyi tamamilə darmadağın edib. Bölgə TV xəbər verir ki, digər tərəfdən ABŞ prezidenti Donald Trump baş verənləri kütləvi və davamlı hərbi kampaniya kimi xarakterizə edərək, İran xalqına açıq səslənib və onları mövcud hökuməti devirərək hakimiyyəti ələ keçirməyəcək. Trump ötən yay həyata keçirilən zərbələrin İranın nüvə obyektlərini məhv etdiyini iddia etsə də, Tehranın bu proqramı yenidən bərpa etməyə çalışdığını ittiham edib. O, həmçinin Amerika hərbçilərinin həyatını itirə biləcəyi barədə xəbərdarlıq edərək, hadisələrin daha da qanlı müstəviyə keçə biləcəyinə işarə verib. İran isə beynəlxalq ictimaiyyətə öz nüvə proqramının tamamilə sülh məqsədli olduğunu bildirməkdə davam edir. Vəziyyət tərəflərin qarşılıqlı zərbələri ilə daha da çıxılmaz hala düşüb. İran bu hücumlara cavab olaraq İsrailə və ABŞ-ın yaxın şərqdəki strateji obyektlərinə qarşı görünməmiş genişlikli raket hücumları dalğasına başlayıb. Artıq Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərdə güclü partlayış səsləri eşidilir. Xüsusilə Dubayda vəziyyət kritikdir. Şəhərin bütün hava limanlarında uçuşlar dayandırılıb, səma tüstü və alov içindədir. Regiondakı bütün beynəlxalq tranzit yolları iflic olub və dünya iqtisadiyyatı bu gərginliyin doğuracağı ağır nəticələrlə üz-üzədir.